Uşaq vaxtı mənim istədiyimi almayıblar. Uşağım nə istəsə alacam. Mənə maşın verməyiblər sürməyə. Mən verəcəm uşağım sürsün, keyf eləsin. Əziz valideyn, uşaqlıqda ala bilmədiklərini övladına vermək istəyirsən. Bu çox insani bir hissdir. Düşünür ki, mənim yaralarım çoxdur, uşağımda heç bir yara olmamalıdır, ya mənim kimi olmalıdır, ya da mənim tam tərsim olmalıdır. Biz bu baxışa ya 0 ya 100 deyirik. Xeyr, əziz valideynlər. Tam əksi olanda da fərqli problemlər yaranır. Sən necə indi fədakar, zəhmətkeş, qayğıkeşsənsə, sənin övladın sənin tam tərsin yetişə bilər. Empatiya qura bilmir, qarşı tərəfin nə hiss etdiyini bilmir, düşünür ki, hər istədiyim olmalıdır, təhlükə sözünü, yox sözünü anlaya bilmir. Bu dünyada hər kəs mənə xidmət eləməlidir. Hətta əziyyət çəkənlərə axmaq kimi baxa bilər. Hardasa sən də yorulub dayanacaqsan və yox deməyə başlayacaqsan. O zaman o səni düşmən kimi görməyə başlayacaq. Sən onu başa sala bilməyəcəksən ki, nəyə görə yox deyirsən. Sən vaxtında ona yox deməsən, həyat ona daha sərt şəkildə yox deyəcək. Qanunlar ona yox deyəcək. Bəzən insanlar o qədər sərt şəkildə ona yox deyəcək ki, o bu yoxları qaldıra bilməyəcək. Bir şəkildə ürəyinlə bacarıb ona yox deməlisən. Bəzən həmin o yox, o uşağın həyatını xilas edə bilər. O uşağı həqiqətən xoşbəxt edə bilər. Əgər bir iş onun sağlamlığını riskə atacaqsa, zərərli vərdişlərinə səbəb olacaqsa, onu məsuliyyətsiz və tənbəl bir insana çevirəcəksə, orada bizim yox deməyimiz vacib və şərtdir. Uşağın bəzən məntiqli, haqlı istəkləri ola bilər. O zaman biz yox deyib buna son verməməliyik.